Əssəlamu aleykum. Bizim bu dəfəki dərsimiz 8-ci dərsdir və biz bu dərsimizdə işarə əvəzliyi ilə təyini söz birləşməsini öyrənəcəyik. Biz əvvəlki 5-ci dərsimizdə öyrəndik ki, iki belə deyək, ayrı-ayrı sözün birləşməsindən əmələ gəlir. Yəni söz birləşmələri olur. Bu dərsimizdə isə işarə əvəzliyi haqqında söz birləşməsinin bölümünü keçirik. İşarə əvəzi ilə söz birləşməsi də belə deyək, iki və daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsinə deyilir. Məsələn, belə deyək, bir var biz keçmişdik izafə qaydasında ki, məsələn, Muhammedin kitabı, kitabı Muhammedin. Bu izafə qaydasında söz birləşməsi idi. Amma indi işarə əvəzindən keçəndə isə, məsələn, bu kitabdır desəm, həzə kitabın olur. Amma bu kitab deyəndə artıq söz birləşməsi olur. Və həzədən sonra gələn söz ümumi isimdirsə, əl artiklı ilə qoşulur. Məsələn, burada nümunədə də verib. Baxın, həzə kitabın, bu kitabdır. Fikir verin, həzədən sonra gələn söz qeyri-müəyyənlikdə gəldi. Yəni, bu artıq cümlə olur. Həzə kitabın, bu kitabdır. Amma mən burada desəm, bir də onu deyim ki, burada həzə mübtəda, kitabın xəbərdir. Amma mən burada desəm ki, bu kitab, yəni həzəl kitabu, bu zaman həzədən sonra gələn sözə fikir verin, əl artiklı qoşulub. Və bu kitab olur. Artıq bu kitabdır yox, cümlə olaraq yox, söz birləşməsi olaraq istifadə olunur. Bu kitab. Sonra isə xəbər gətiririk. Li Həmidin, Li Muhammedin və yaxud da başqa bir xəbər qoya bilərik. Və bu cür söz birləşməsində, yəni əl artiklı qoşulan söz burada artıq bədəl adlanır. Yəni bədəl cümləni daha da genişləndirir, daha da ətraflı məlumatı bizi ötürür. Yəni artıq burada həzə mübtəda, əl-kitabu bədəl, li həmidin isə xəbər olur. Yəni cümləmizi belə təhlil edirik. Burada da baxın bu formada var. Həzə mübtəda, əl-kitabu bədəl, cədidun da xəbər. Yəni bədəl əvəz edici deməkdir. Cümləni daha da açıqlayır bizim üçün. Ümid edirəm başa düşdünüz bu bölümü. Sonra biz bu 8-ci dərsdə həll əlaməti olmayan isimlər haqqında danışacağıq. Biz əvvəl keçmişdik ki, qadın adları tənvin qəbul etmir. Bu dərsimizdə isə biz nə öyrənirik? Bu dərsimizdə məsələn bir misal gətirirəm. Deyirəm ki, məsələn ev sözünü gətirirəm, bəytun. Əgər ev sözünün önündə hərf-cərlər varsa və yaxud da hər hansı bir, belə deyim də, hələ ki biz 5-ci dərsə görə götürsək, 4-cü dərsə görə götürsək, deyək ki, hərf-cərlər var və yaxud da zərf var. Biz bu sözü, məsələn, evdə desəm, fil-bəyti olur. Sözün sonunu kəsralayırdıq. Və yaxud da əməməl məscidi, məscidin önündə biz məscid sözü olsun və yaxud da başqa bir söz olsun kəsralayırdıq. Amma məksur isimlərdə isə bu sözlərin sonları dəyişilmir. Onlar daim nasb halında olur, yəni fəthədə olur. Məsələn, mən belə deyim, əgər sözün sonu əlif və ya, yə, yəni hərfləri ilə bitirsə, bu cür sözlər məksur isimlər adlanır və sonları dəyişməz olaraq qalır. Biz nəzərimizdə onları dəyişsək də, amma onlar belə deyim, cümlə üzərində dəyişmirlər, nasb halında qalırlar. Məsələn, xəstəxana sözünü götürürəm, müstəşfə. Müstəşfə sözünün sonunda yə var. Və bu zaman yəyə görə biz artıq dəyişmirik. Çünki bu məksur olan bir sözdür. Məsələn, xəstəxanada desəm fil müstəşfə və yaxud da xəstəxananın üzəri desəm aləl müstəşfə dəyişmir. Amma normalda fil müstəşfi bu formada olmalıydı. Çünki bunlar artıq dəyişilməyəcək. Məsələn, baxın burada da var misal olaraq. Əl-müstəşfə əməməl mədrəsəti. Xəstəxana, məktəb xəstəxana məktəbin önündədir. Və yaxud da zəhəbə Həmidun, Həmid getdi iləl müstəşfə, xəstəxanaya. Baxın, ilədən sonra gələn söz cərdə olmalıydı, amma müstəşfə sözündə yə olduğuna görə biz artıq onu dəyişə bilmirik. Amma nəzərimizdə götürsək, artıq o kəsradadır. Amma belə cümlədə görsənsə isə biz onu səsləndirəndə müstəşfə bu formada deyirik. Bu bizim qrammatik bölümümüz idi. İndi isə 8-ci dərsin tapşırıqlarını işləyək. Əd-dərsu səminu 8-ci dərs.
Deməli, başlayaq. Burada nə deyir? Həzə raculu təcirun. Artıq baxın burada. Həzə raculu, bu kişi. Bu kişi deyilir. Bu kişidir yox. Diqqətli olun. Həzə raculu. Bu kişi təcirun, tacirdir. Burada həzə mübtəda olur. Ər-raculu bədəl olur. Təcirun da tacir olur. Və zəlikə raculu tabibun. Və o kişi həkimdir. İsmut təciri Məhmudun. Baxın, burada ismut təciri artıq söz birləşməsi olsa da izafə qaydasındadır. Bizim bugün keçdiyimiz söz birləşməsi isə işarə əvəzliyinə aiddir. Deməli deyir, tacirin adı Mahmuddur. Və ismut tabibi Səidin. Deməli, həkimin adı isə Səiddir. Həzəl bəytu lit təciri və zəlikəl bəytu lit tabibi. Bu ev həkimindir, daha çox bu ev tacirindir, o ev həkimindir. Bəytut təciri əməməl məscidi, tacirin evi məscidin önündədir. Və bəytut tabibi xalfəl mədrasəti, həkimin evi məktəbin arxasındadır. Sonra limən həzihi səyyəratu və limən tilkə. Bu maşın kimindir və o kimindir? Həzihi səyyəratu lit-tabibi və tilkə lit-təciri. Bu maşın həkimindir, o isə tacirindir. Həzihi səyyəratu minəl yəbəni. Bu maşın Yaponiyadandır. Və tilkə min Amerika. O maşın isə Amerikadandır. O maşın isə Amerikadandır. Sonra gəlirik tapşırıq 1-ə. Aşağıdakı sualları bizdən cavablamağımızı istəyir. Mən həzər raculu və mən zəlikər raculu. Bu kişi kimdir və o kişi kimdir? İstədiyiniz cavabı verə bilərsiniz. Məsələn, bu kişi tacirdir desə, həzər raculu təcirun və zəlikər raculu məsələn müdərrisun. Bu kişi məsələn tacirdir, o kişi isə müəllimdir. Məsmut təciri, tacirin adı nədir? Məsələn, tacirin adı desə ismut təciri Mahmudun. Tacirin adı Mahmuddur. Məsmut tabibi, həkimin adı nədir? İsmut tabib, belə deyə bilər. İsmut tabibi məsələn Osmanun. Min əynə səyyəratu tabibi, deyir ki, deməli, həkimin maşını haradandır? Deyə bilərik ki, səyyəratu tabibi min Əmrikə. Deməli, həkimin maşını Amerikadandır. Min əynə səyyəratu təciri, tacirin maşını haradandır? Deyə bilərik, məsələn, Fransadandır. Səyyəratu təciri min Fransa. Əynə bəytu təciri, tacirin evi hardadır? Bəytu təciri əməməl mədrasəti. Tacirin evi məsələn mədrasət, məktəbin önündədir. Əynə bəytu tabibi, həkimin maşını haradadır? Bəytu tabibi əməməl məscidi. Belə deyə bilər. Məsələn, və yaxud da keçdiyimiz müstəşfə ilə deyə bilərik ki, bəytu tabibi əməməl müstəşfə. Deməli, həkimin evi xəstəxananın önündədir. Bu formada istifadə edə bilərik. Sonra tapşırıq 2-də oxu və yaz deyir. Həzəl vələdu Xalidun. Bu uşaq Xaliddir. Və zəlikəl vələdu Muhammedun. Və o uşaq Muhammeddir. Həzəl raculu müdərrisun. Bu kişi müəllimdir. Və zəlikə raculu mühəndisun. Və o kişi mühəndisdir. Həzəl kitabu cədidun. Bu kitab yenidir. Və zəlikəl kitabu qadimun. O kitab isə köhnədir. Həzihi səyyəratu li Aliyin və tilkə li Xalidin. Bu maşın Əlinindir, o isə Xalidindir. Həzəl bəbu məftuhun və zəlikəl bəbu muğləqun. Bu qapı açıqdır, o qapı isə bağlıdır. Limən həzihi səyyəratu, bu maşın kimindir? Hiyə li Abbəsin, o Abbasındır. Əhəzəl bəytu li tabibi, bu deməli ev həkimindirmi? Ləhuvə lil müdərrisi, xeyr, o müəllimindir. Əhəzihi dərracətu libnil müəzzini, deməli, bu velosiped müəzzinin oğlunundur. Sual verir. Nəam, bəli. Mən həzəl vələdu, bu uşaq kimdir? Huva talibun minəs sinə, o Çindən tələbədir.
Əzəlikəl bətu cədidun. O ev yenidirmi? Lə huva qadimun ciddən. Xeyr, o olduqca köhnədir. Həzihi səyyaratu minəl yəbəni və tilkə min Əmrikə. Bu maşın Amerikadandır, o isə Estağfurullah. Bu maşın Yaponiyadandır. O isə Amerikadandır. Həzə sikkinu min Əlməniyə və tilkəl mülaqatu min İnkəltərra. Bu bıçaq deməli minəl Əlməniyə Almaniyadandır və o qaşıq İngiltərədəndir. Sonra növbəti çalışmamızda bizdən belə deyək, deməli cümlələr verir və bu cümlələri artıq işarə əvəzliyi ilə söz birləşməsinə çevirərək cümlə qurmağımızı istəyir. Məsələn, həzə tabibun, bu həkimdir. Desəm ki, bu həkim minəl Hindi, Hindistandandır. Olacaq həzə tabibu minəl Hindi, bu həkim Hindistandandır. Həzihi səyyaratu, bu maşındır. Həzihi səyyaratu lil mudiri, bu maşın müdüründür. Zəlikə vələdun, o uşaqdır. Zəlikəl vələdu ibnul müdərrisi, bu o uşaq müəllimin oğludur. Tilkə səyyəratun, o maşındır. Tilkə səyyəratu min Suvisra, o maşın İsveçrədəndir. Həzə bəytun, bu evdir. Həzəl bəytu lil mühəndisi, bu ev mühəndisindir. Həzə qələmun, bu qələmdir. Həzəl qələmun li Abbəsin, bu qələm Abbasındır. Zəlikə raculun, o kişidir. Zəlikə raculu müəzzinun, o kişi müəzzindir. Həzihi bəydatun, bu yumurtadır. Həzihi bəydatun kəbiratun, bu yumurta böyükdür. Sonra biraz böyüdək. Həzə mindilun, bu dəsmaldır. Həzəl mindilu vasixun, bu dəsmal seçlidir. Həzihi həqibətun, bu çantadır. Həzihil həqibətu lil müdərrisi, bu çanta müəllimindir. Sonra növbəti çalışmada şəkillər verir bizə və bizdə əvvəl nümunəni göstərir ki, burada şəkilli nümunə üzərində verib. Məsələn, limən həzəl kitabu, bu kitab kimindir? Cavabında da verib, həzəl kitabu li Muhammedin, bu kitab Muhammedindir. İndi biz bu şəkillər üzərində cümləmizi quraq. Limən həzəl qələmu, bu qələm kimindir? Həzəl qələmu li Abbəsin, bu qələm Abbasındır. Limən həzəl miftəhu, bu açar kimindir? Həzəl miftəhu li Aliyin, bu açar Əlinindir. Limən həzihi səyyaratu, bu maşın kimindir? Həzihi səyyaratul müdiri, bu maşın müdüründür. Deməli, limən həzihil bəqaratu, bu inək kimindir? Həzihil bəqaratu lil fəlləhi, bu inək əkinçinindir. Çanta verir bizə. Limən həzihil həqibətu, bu çanta kimindir? Həzihil həqibətul müdərrisi, bu çanta müəllimindir. Limən həzəl kursiyyu, bu oturacaq kimindir? Həzə kursiyyu li deməli Əmmərin, bu oturacaq Ammarındır. Limən toyuq verir bizə. Limən həzihi dəccəcətu, bu toyuq kimindir? Həzihi dəccəcətu li bintul fəlləhi, bu toyuq əkinçinin qızınındır. Limən həzihi səatu, bu saat kimindir? Həzihi səatu ibnul müdirə, bu saat müəllimin oğlunundur. Limən həzəl bəytu, bu ev kimindir? Həzəl bəytu li tabibu, bu ev həkimindir. Sonra limən həzihil miləqatu, bu qaşıq kimindir? Həzihil miləqatu li talibi, bu qaşıq tələbənindir. Sonra 5-ci dərsimizdə məksur isimlərə aid tapşırıqlar verir. Baxın, əl-bəytu, ev, fil-bəyti, evdə, iləl-bəyti, evə, minəl-bəyti, evdən. Fikir verin, burada fi hərfi cəri, ilə hərfi cəri, min hərfi cəri ev sözünə təsir edib kəsrahalı hala saldı. Amma buna baxın, əl-müstəşfə, fil-müstəşfə, iləl müstəşfə, minəl müstəşfə. Heç birində dəyişdirmədi. Yəni, xəstəxana, xəstəxanada, xəstəxanaya, xəstəxanadan.
və yaxud da aşağıda Əmrika, Amerika, fi Əmrikə, Amerikada, ilə Əmrikə, Amerikaya, min Əmrikə, Amerikadan. Sonra Əlməniyə, Almaniya, fil Əlməniyə, Almaniyada, deməli ilə Əlməniyə, yəni ilə Əlməniyə, Almaniyaya, min Əlməniyə, Almaniyadan. Bu formada oxunur. Sonra növbəti çalışmada cümlələri oxuyub tərcümə edək. Həzə tabibu min İngiltərra. Bu həkim İngiltərədəndir. Zəhəbə Həmidun iləl Fəransə. Həmid Fransaya getdi. Mahmudun məridun. Mahmud xəstədir. Huval ənə fil müstəşvə. O indi xəstəxanadadır. Zəhəbə Abdullahi min Əlməniyə ilə İngiltərra. Deməli, Abdullah Almaniyadan İngiltərəyə getdi. Həzəl kitəbu li Abbas, li Aliyi. Burada nə verib? Li İsə. Deməli, bu kitab İsa'nındır. Və zəlikəl kitəbu li Musa. O isə, yəni o kitab isə Musanındır. Baxın, yə dəyişmir. Təsir etmədi. Nə əlifə təsir etmir hərf cərlər və yaxud da ki, nə də ki, yəyə təsir etmir. Həzəl mühəndisu min Əmrikə. Bu mühəndis Amerikadandır. Sonra 6-cı çalışmamızda oxuyub və yazmağımızı bizdən tələb edir. Biz tərcümə edək. Əs-səburatu əməmət talibi. Bu, deməli, deyir, lövhə tələbənin önündədir. Vahiyyə xalfəl müdərrisi və o, müəllimin arxasındadır. Yəni, burada əməmədir, xalfədir, bunlar zərfdir və hərf-cərlər kimi özündən sonra gələn sözü cər halına salır. Əynə səyyaratul müdərrisi. Burada deyir, izafə qaydasında olacaq. Müəllimin maşını haradadır? Hiyə əməməl mədrasətidir. Hiyə o, yəni maşına görə hiyənə verdi. O, məktəbin önündədir. Əynə Zeynəbul iməmi. Deyir ki, deməli, əstəxfirullah, üzrlüsən səhv oxudum. Əynə beytul iməmi. İmamın evi haradadır? Beytul iməmi xalfəl məscidi. İmamın evi məscidin arxasındadır. Əynə cələsə Həmidun. Həmid deyir, harada oturdu, yəni əyləşdi. Cələsə xalfə Məhmudun. Həmid, demə, belə nəzərimdə tutsaq Həmidi, deyir ki, Mahmudun arxasında oturdu. Zəhəbə Əmmərun iləl məscidi. Deyir ki, Ammar məscidə getdi. Və cələsə əməməl mihrabi. Və mihrabın qarşısında, yəni önündə əyləşdi. Bu qədər. İnşallah burada da yeni sözlərimiz var. Əl-kəlimətul cədidətu. Xəstəxana, əl-müstəşfə, bıçaq, əs-sikinu, Fransa, Fəransə, Almaniya, Əlməniyə, qarşısında əməmə, lövhə səburatun, indi əl-ənə, İngiltərə, İnkəltərra, İsveçra, Suvisra, arxasında xalfə. Belə inşallah. Bu da bizim 8-ci dərsimiz.